Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün son zəng və ilk vlogumu çəkirəm. Həm də xəstələnmişəm. Ömrümüzdə bir dəfə son zəng olur, onu da xəstələnmişəm. Ona görə hisslərim çox qarışıqdır, həm həyəcanlıyam, həm bir yandan xoşbəxtəm ki, məktəbi bitirirəm. Ümid edirəm ilk vlogumu bəyənərsiniz. Artıq paltarımı geyinməliyəm. Saat bura 7:35-dir. Mən hələ hazır deyiləm. Saat 8-də burada məktəbdə olmaq lazımdır. Ola bilsin gecikdim. Biraz şübhəliyim. Bir dənə lenti bağlaya bilmədim. Çünki sancaq tapa bilmədim. Sancağımız yoxdur. Ona görə nidimka ilə bağlamışam hal-hazırda. Amma sinifdə verəcəklər. Yəni, ümid edirəm. Saçımı yığdım. Tam olaraq bilmirəm necə olub. Çünki özüm yığmışam. Bir də sadəcə demişlər ki, bantik şərtdir. Biraz dedilər ki, buradan yığın ki, üzünüzə düşməsin. Mənə qəşəng qaldı bu arada. Lentimi çıxartdım çünki heç dayana bilmirdi. Yəni, üstümdə sinifə gedim, sancaq taxım, bağlayım. Sonra sizə tam göstərəm. Bursa məktəbdə güzgü yoxdur deyə Məmmədər göstərsəm. İndi TikTokda bəzi akımları tamamlamalıyam. Yəni ki, sizlə məktəbdə görüşərik. Fatimənin anasını gəzdik. O girdi. Qucaqlayın. Çox qəşəng görsənir. Bunlar son işleyeceğiz. Sollar sesle bir yandan, bütün gün sesle bir yandan, showbiz sesle bir yandan, SOS. Yükseli son zengin olacak. Мечтаю с тобой встретить я противостояние, без полюбить такого дурака знамения. Снова чужие сообщения, мне не жарко, не холодно, не нужно ни мотива, ни повода. Даже если ты будешь ждать на другом конце города. Söz neydi? Штаб типа. Все, bu kadar. Yo, bundan sonra da vardı. Ayağım palçık diye. Yani biz bunun içində adam kimi gedərdik də yəni. Yox. Təkcə baxın. Minayəni kommentlərdə yargılayın. Yox. Mən deyirəm ki, təmiz hava ala gedək. Və heç də təmiz hava almırıq Minaya. Mənim havam kirləndi. Bax gör neçə kilometr getmişik. Telefona bax. 9000 addım atmışam. Telefonu aç. Dayan görüm. 6 kilometr getmiş. 5.95. 6? Və mən deyəndə ki, Mən səhər də yol mən getmişdim. deyəndə ki, yorulacağıq. Gülü ilə sən qayıtdın ki, yox, biz yorulmamışıq. 2 nəfər bir nəfərə qarşı. Fatimə, mən səhər də yol getmişdim kilometrlərlə. Ona görə sayılmır. 3 kilometr, 2 kilometr. Mən sadəcə yargılayıram. Heç dinləmirəm. Başını telli baydı olsam da sakın görməyəm. Neyse. O zaman
Sən bizə baxırsan. Day baxacaq da. Ağacdan sənin. Say dayan. Kiməsə sən gəlir? Guys, artıq axşamdır. Mən evdəyəm. Sadəcə hər bir məzuna uğurlar və bol şans arzu etmək istəyirəm. İnşallah universitetdən məzun olarıq. Aşağıda Instagram və TikTok səhifəmin linkini də buraxacağam. Orada zəhmət olmasa takip edib dəstək olarsınız. Ümid edirəm ki, ilk vlogumu bəyəndiniz. Hansısa bir mənfi ya da ki, müsbət fikirləriniz varsa, kommentdə qoyun. Hər birini oxumağa çalışacağam. Hər birinizi çox sevirəm. Təşəkkür edirəm ki, videoma axıra kimi baxdınız. Sağ olun.